Yenə mən və yenə sizin qarşınızda bir aylıq test. 10 günlük üz testi eləyirəm. Yəni üzlərimin yenilənməsi, yaxşılaşmasına görə bir test eləyirəm, yoxlanış eləyirəm məhsullarla. Bu dəfə isə bu videoda yalnız saçla bağlı olacaq. Mənim saçım çox nazikdir. Hər dəfə bunu videolarda bildirirəm. Saçım uşaqdan sonra ümumiyyətlə çox tökülür. Əvvəldən də elə anadan olan vaxtdan da mənim saçım çox nazik olub. Yəni heç vaxt qalın saç olmayıb məndə. Ən çox bu hissə tökülüb gördüyünüz kimi. Çox pis görünür. Yəni normalda belə yox. Məsələn deyirəm də. Görürsüz bu praboru necə belə düz falan görünür, dolu görünür. Amma bura görürsüz necə boşdur. Bura çox. Həm çox buradan ayırdığıma görə bura daha çox tökülüb. Həm də indi nə etsəm də sağa sola da fırlatsam, o praboru oje düzəldə bilmirəm. Və praborum əyri olduğuna görə gəlir görürsüz bax eyni yer hara ki həmişə ayrılıb, bax oralar tökülür. Çox nazikdir saçım, çox tökülmüş haldadır. Bu hissələr görürsüz bomboşdur. Əslində burada narın tükləri də ola bilər. Bax buralarda görürsüz narın tükləri. Bunlar məndə məktəb vaxtından belədir də. Heç vaxt bunlar uzanmayıb, dolmayıb. Genetik tükü, genetik saçı heç nə düzəltmir. Yəni heç bir məhsul düzəltmir. Analiz vermişəm. Zobum yoxdur, heç bir xəstəliyim yoxdur, qan azlığım yoxdur, vitaminlərim hamısı yerindədir, dəmirdir, sinkdir, hər şeydir. Vitamini biraz az idi, onu da içdim, düzəltdim, normaya saldım. Və indi hal-hazırda heç bir problem yoxdur. Problem yalnız saçımın genetik olmağıdır. Amma deyilənə görə, bax bu tüklər var, bu tüklər. Bunları biraz artırmaq, yəni daha doğrusu qalınlaşdırıb uzatmaq olar, bunları. Və hardakı tük tökülüb, amma kökü varsa, məsələn bu hissə, buradan tük tökülüb, amma kökü var. Sadəcə uzanmır, qidalanmır. Bunlardan çıxartmaq olacaq. Bakıda, Instagramda, TikTokda hər yerdə məşhur olan məhsulum var. Sifariş verdim. Bugün səhər mənə çatdırıldı. Məhsul belə bir qutuda gəlib. Ad günüm olduğuna görə də içində belə açırsan, içində belə kələkbəklər uçuşdu. Düzdür, onun unpackingini Instagramda paylaşacağım. Burada bilmirəm, bəlkə də shortsda paylaşarım. Amma çox gözəl idi həqiqətən. Burada tək saç serumu yox, həmçinin üz üçün də məhsullar var. Poraları azaldan, yığan, yağlılığı kontrol edən serumdur. Tonikdir daha doğrusu. Düzünü deyim, üz məhsullarını hal-hazırda istifadə etməyəcəm. Çünki hələ ki test etdiyim məhsullar var. Onları bitirəndən sonra bunları yoxlayacağım. Niacinamidli serum. Qablaşmaları çox idealdır. Çox idealdır. Yerli məhsuldur. Və rəng tonların seçimi falan mən çox bəyəndim. Çox mükəmməldir. Şəhla xanımın məhsullarıdır. Şəhla xanımı əslində mən onlayn çoxdan tanıyıram. Necə? Yəni ona podpiskayam, abunəyəm. Şəhla xanım tezə səhifə açanda, hələ bu qədər bloger ortalıqda olmayanda, lap əvvəl, mən sizə danışıram, bəlkə də 5 il əvvəl, 6 il əvvəl, bilmirəm, bəlkə də daha çox da ola bilər, bəlkə az da ola bilər, il olaraq tam yadımda deyil. Şəhla xanım saçlarla bağlı məlumatlar paylaşırdı, saçı nə çəkmək olar, nə saçı nə uyğundur, saçı necə qalınlaşdırmaq olar və gözümün önündə öz saçının necə qalınlaşdığını, uzatdığını, canlandığının prosesini paylaşırdı. Onun saçı mənim gözümün önündə prosesi gedib. Bilmirəm, necə izah edə bildimmi, ya yox. Yəni, insanın saçı mənkindən də bətər. Eynən cansızlığı mənim kimi idi, bu belə. Yəni, bu canlı saç deyil. Bu, bəlkə də parıltılı görünə bilər ışıq düşəndə. Amma cansız saçdır. Yəni, bu, öyle, görürsünüz necə qalır. Qaldıran bu belə qalır. Əslində, bu belə axmalıdır eləməlidir. Bildiyiniz maşalka kimidir. Bu, eynən belə bir saç bu tipdə. Hələ mən bunun ucunu falan kəsmişəm, eləmişəm. Biraz dolu görünür. Nazik, buraları nazik. Onun saçının ucu vəbşə belə yox kimi bir şey bizim məhsulumuza. Saç tökülmənin qarşısını alan serum. Məhsulun özü. Ən önəmlisi, istəyirsiniz, şüşədir. Normalda plastik qablarda belə məhsullar satırlar, amma plastik qab çox ziyandır. Bu da görünür ki, öz işinə, öz məhsuluna, keyfiyyətlə yanaşır, məsuliyyətlə yanaşır. Necə istifadə eləmək olar məhsulu? Funksiyası saç dərini və köklərini bəsləyərək sağlıqlı görünən saçlar əldə etmənizə yardımcı olur. Yəni,
uzadır, tökülmənin qarşısını alır, bəsləyir. Gündə 2 kez, sabah və axşam saçlı deri bölgəsinə 5 kez püskürtürərək uygulanır. Püskürtülən bölgəyə parmaq uclarınızla masaj yaparaq uygulayınız. Püskürtmək indi bilmirəm, burada bu serum kimidir. Bu saçın dibinə töküləcək. Yaxşı, bəs bunu nə vaxt istifadə eləməliyik? Bax bunu. Şəhlə xanımın elə öz səhifəsindən tapdım. Bunu necə istifadə eləmək olar? 3-4 dəfə istifadə eləmək lazımdır. Gündə bir dəfə. Əgər saçınız qurudursa, gündə 2 dəfə hər gün. Əslində saçım yağlıdır. Aha, elə indicə Şəhlə xanımdan SMS gəldi. Serumu gündə bir dəfə istifadə etmək kifayətdir. Bir ay ərzində fasiləsiz. Elə mən də səhərlər gündə bir dəfə istifadə edəcəm. Rollerlə birinci problemli zonaları yavaşça masaj edəcəm. Oy. Uy, nə qəribə hissdir. Bundan mən istifadə edirdim, amma bu qədər iti deyildi. Orada milli söhbət var axı bu iynələrin. Ya da ki, onda mən bu qədər sinirli biri deyildim. Sinirlərim çox pozuldu. Görürsünüz, bu saçımı qaldırırım. Hara ki boş görünür gözümə, oradan belə serumdan gedirəm. Mən çox istəyirəm ki, buramda tüklər çıxsın, saçlarım. Bax bu hissələrdə. Çünki həqiqətən ən sevdiyim şeydir. Saçı belə yığanda qəşəng görünsün, amma məndə keçər kimi görünür. Hardan ki bunlar dermarollerlə gedirəm, orada qızarır, görürsünüz. Bura bax, necə çökdü. Bax, bu nədir? Bax, bu boydan çolka olar bir tərəfdə. Bu nədir həqiqətən? Məhsulu az-az saçımın diblərinə, yalnız diblərinə istifadə edirəm. Barmaq uclarımla yayıram. Bu arada çox gözəl qoxusu var. Sanki duxudur da, yəni saçınıza vurursunuz. Bu əslində bir tərəfdən yaxşıdır. Çünki gündəlik istifadə edirsənsə, sənin saçında pis bir qoxu olmamalıdır. Bu plusdur. Serum istifadə elədim, saçımı tətbiq elədim. Yağlılıq hissi buraxmır. Hər gün istifadə eləməliyəm. Gündə bir dəfə çalışacağım. Hər gün səhər eləyim. Əgər çatdırmasam falan, axşamlar edəcəm. Bir ay bu testi yoxlayacağım, bir ay. Və şəkilləri də təbii ki çəkdim. Videoda da əvvəldən qeyd elədim. Çəkildi hamısı videolarımın. Saçlarımda biraz var ya. Dekabrın 4-ü testimizin son günü olacaq. Bir ay ərzində görə nə qədər dəyişəcək saçım. Bu arada su. Bu arada buna mənim rəfiqəm ad günümə hədiyyə edib istəyirdi. Bunu çoxdan həqiqətən istəyirdim. Dedi ki, mən sənə ad günümə alacağım, bunu mənə alıb. Bu olandan sonra ümumiyyətlə su içmək yadımdan çıxmır. Normalda mən su dəşə çox içərəm. Amma bəzən o qədər tənbələm ki, gedib suyu tökməyi falan, ya balaca butulkalar alırdım. Onlar da bitəndə, yəni gedib axotum olmurdu ki, stəkana su töküm üçün. Belədir ki, bunu doldururam, ən azı gündə 2 dəfə, 3 dəfə doldururam, bunu tam içirəm, mənə rahatdır. Həftədə heç olmasa bir dəfə də olsa bu videonun davamını çəkəcəm ki, görək nə qədər saçım dəyişəcək. Hər birinizi öpürəm.